Müzakirəyə təqdim olunan yeni qanun layihəsi Vətən müharibəsində qələbəmizdən sonra dövlət idarəçiliyi sisteminə daxil olan yeni institut, xüsusi nümayəndəlik təsisatının gücləndirilməsinə, ölkəmizin idarəçilik sisteminin yenilənməsinə xidmət edən mühüm hüquqi akt. Naxçıvan Muxtar Respublikasının Azərbaycan dövlətçilik tarixində müstəsna və əvəz edilməz yeri var. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə məhz Naxçıvanda gəldi. Ölkənin dağılmaq təhlükəsi qarşısında olduğu o ağır illərdə qədim diyar həm hərbi istehkam, həm də Azərbaycanın siyasi xilas yolu oldu. Naxçıvanın muxtariyyəti arxasında tarixi, siyasi, hüquqi və təhlükəsizlik amilləri dayanır. O dövrdə Respublika statusu əsrin istər əvvəllərində, istərsə də işğal dövründə regionun təhlükəsizliyində müstəsna rol oynadı. Qardaş Türkiyə ilə Qars müqaviləsini tarixi sənəddən 90-cı illərin ağır dövrlərinə qaytardı. Türk Dövlətləri Birliyinin təməlləri də məhz o məkanda qoyuldu. Muxtariyyət unitar quruluşa uyğundur. Dövlətin suverenliyi, vahid idarəçilik və milli təhlükəsizlik prinsipləri üzərində qurulub. Heç zaman paralel dövlətçilik demək deyil. Bir çox sosial media paylaşımlarında qanun layihəsinin muxtariyyətin tədricən zəiflədilməsi kimi təqdim edirlər. Halbuki, Naxçıvanda mövcud olan nazirlik və idarəetmə strukturları alternativ hökumət statusu daşımır. Onlar muxtariyyət çərçivəsində fəaliyyət göstərsələr də mərkəzi hakimiyyətin ayrılmaz hissəsidirlər. Layihə də muxtariyyətin konstitusiyon çərçivələrini dəyişdirmir, yalnız idarəçiliyi gücləndirir. Muxtariyyəti ləğv etmək istəyən heç bir qanun nümayəndəliyin statusunu artırmaz, əksinə azaldar. Vətən müharibəsində qələbə həm də yeni idarəçilik elementləri gətirdi. Qarabağ və Şərqi Zəngəzurdan kənarda ilk dəfə prezidentin xüsusi nümayəndəliyi institutu məhz orada yaradıldı və dövlət idarəçiliyinə yeni mərhələ kimi qəbul olundu. İndi sülh gündəliyi ilə regionda tamamilə fərqli geosiyasi reallıqlar formalaşır. Zəngəzur və orta dəhliz layihələri, Türk dünyasının inteqrasiyası, yeni logistika marşrutları və regional təhlükəsizlik məsələləri fonunda Naxçıvanın əhəmiyyəti daha da artır. Azərbaycanla coğrafi birlik sülh müqaviləsinin məntiqi nəticəsinə çevriləcəkdir. Bir vaxtlar blokada şəraitində yaşayan torpaq, gələcək nəqliyyat və iqtisadi layihələrin əsas qovşaqlarından biri olacaq. Belə bir mərhələdə dövlət idarəçiliyinin çevikliyi, operativ qərar vermə və vahid koordinasiya xüsusi önəm daşıyır. Layihə dövlət siyasətini daha səmərəli icrasına, mərkəzlə bölgə arasında koordinasiyanın güclənməsinə xidmət eləyir. Naxçıvanda strateji infrastruktur layihələri həyata keçirilirsə, məsələn, yol, enerji, logistika, proqramın müxtəlif mərhələlərini ayrı-ayrı nazirliklərlə, idarələrlə koordinasiya etmək gərək olur. Əgər yerli nümayəndəliyin statusu koordinasiyanı təmin etmək üçün kifayət eləmirsə, qərar avtomatik uzanır və planların da icrası gecikir. Prezidentin müəyyən elədiyi vəzifələri yerlərdə həyata keçirən qurumlar və şəxslər çevik qərar qəbul edə bilən, Bakı ilə birbaşa əlaqəli fəaliyyət aparan strukturlar olmalıdır. Qanunda təklif olunan dəyişikliyin də mahiyyəti odur ki, prezidentin səlahiyyətli nümayəndəsi artıq birinci kateqoriyalı dövlət orqanı statusunu alır. Adi inzibati vəzifə şəbəkəsindən çıxarılır, birbaşa prezidenti tabi olan xüsusi vəzifəli şəxslər sırasına keçirilir. Layihə idarəçiliyi iyerarxiyasında xüsusi nümayəndəliyin statusunu dediyimiz kimi gücləndirir. Amma bu sistem Qarabağ və azad torpaqlarda tətbiq olunub. Mötəbər sorğuların nəticələri də göstərir ki, bu instituta İctimai etimad da yüksəkdir, çünki onlar artıq idarəçiliyin ağırlıqlarını çiyinlərinə daşıyırlar. Ona görə də inanırıq ki, bu statusla məsuliyyətin uyğunlaşdırılması Naxçıvanı daha da gücləndirəcək, ölkəmizin bütün ərazisində vahid, səmərəli dövlət idarəçiliyinin bərqərar olunmasına tövbə verəcəkdir. Sağ olun.